Hər vaxtınız xeyir. Bugün sizinlə donut ponçiklarını hazırlayırıq və sizdən bir xahişim var. İnciməyin. Bəziləriniz şərh yazırsınız və yenidən resepti istəyirsiniz. Resept həmişə videonun altında var. Videonun içində də bəzən mən bloknotda yazıb qoyuram. Əgər videonun içində yoxdursa, mütləq videonun altında var. Ona görə xahiş edirəm, ora baxıb, köçürün oradan. Sizə daha rahat olar. Mən isə hamınıza cavab verə bilmədiyim üçün yenə də sizdən üzr istəyirəm. Çünki vaxtım çatmır, yoxsa hamınıza cavab verərəm, yazaram. Yazmağa da vaxt lazımdır. Özünüz də görürsünüz ki, mən həmişə eynəkdəyəm. Biraz, necə deyim, gözlərim zəifdir, çətinlik çəkirəm. Bəziləriniz hətta səhvlərini də tutursunuz. Nə bilim, duz əvəzinə duz düşür və ya hərfləri görürsünüz. Bəzən Rusdan Azərbaycan qrafikasına keçəndə görürsünüz, orada hərfləri səhv sala bilirəm. Yenə də üzr istəyirəm sizdən və gəlin işinizə başlayaq. Uğurlar sizə, mənə də. İşimizə başlayırıq. Gördüyünüz kimi masada süt, un, şəkər tozu, yumurta, maya, vanil və duz var. Sütümüzü qoyuram, biraz qızsın. Ununuzu mütləq eləməli. Yarım 250 qram daha doğrusu unumuz var. Qabaqcadan təşəkkür eləmək istəyirəm. Mənə mesaj yazıb o aparatdan necə istifadə eləmək lazımdır, onu deyən insana. Düzdür, hələ yoxlamamışam, elə deyə, elə deyil. Amma ki, görürəm ki, ağla batan bir sözdür. Vanilini də bura əlavə edirəm. İstəyirəm biraz ətirli olsun. Burada məndə yarım paçka da var. Bir paçka yarım əlavə elədim. Hərçənd bu şəkərli vanildir. Sütümüz ilıqlaşdı. Bura mayamızı əlavə edirəm və bir azıcıq şəkər əlavə edib qarışdıracağım. Çox yox. 2 qaşıq qarışdırıb qoyacağım, qalsın biraz. Və hələlik kameranı söndürüm. Çünki bizə 5 dəqiqə vaxt lazımdır. 3 dəqiqə keçdi və bizim mayamız artıq bu haldadır. İndi bura şəkər tozumu əlavə edirəm. Bir qaşıq saxlayacağım. İstəmirəm çox olsun. Çox şirin olmaq istəmirəm. Və bir yumurtanı əlavə edirəm. Duzu isə ona əlavə edəcəyim bura. Duzumu əlavə edirəm. Qablarımı yığışdırıram. Masamın üstünü siləcəm. Şəkər tozunu qoyuram qırağa. İndi bura yavaş-yavaş sütümü əlavə edəcəm. Nə gözəl də iyi gəlir.
Deyəcəksiniz ki, bəs canlı maya, yaş maya yox. Mən bura instant maya, yəni quru maya əlavə elədim və bu ponçikləri onunla hazırlayacağım. Çünki bu reseptdə o maya işlənmir. Yəqin Amerikanlar o mayanın tərifini bilmirlər ona görə. Yarı sarafat, yarı. Deyəcəyiz, bu belə dura alındı, hə. Dura alındı, ona görə ki, mən onun üstünə onu götürmüşdüm. Həmişə sizə deyirəm, onun hamısını birdən qatmır. Biraz əlavə edirəm, az olsa yenə əlavə edəcəm. Burada yadınızdan çıxan bir şey var, bilirsiniz, o nədir? Yağımız əridi, bunu da bura boşaldıram. Və yaxşıca qarışdırırım. Bu ununu da hamısını əlavə edim. Bunu gözəl qarışdıracağım. Sonra əlimlə yoğuracağım. Gördüyünüz kimi xəmir artıq beləcə qaşığında alıcı gəlir deməli. Biraz da yoğursam qabımızdan pişəcək olur. Amma biz bunu daha sonra yayacağıq. Ona görə bura biraz da əlavə edəcəm onu. İndi qaşığımı təmizləyirəm. Qoyuram ona qırağa və xəmirimi yoğurmalıyım. Görürəm ki, əlimə yapışır. Ona görə biraz açıqdan ondan əlavə edəcəm. Bunu qəşəngcə yoğuracağım. Gördünüz, yoğurma əməlli başlı bir vaxt vardı. Və artıq xəmirimiz hazırdır. Gördüyünüz kimi. Amma ki, əlimə yapışır. İstəyirəm ki, mənim əlimə yapışmasın. Yəni, unumuzun hamısı bura getdi. Əlimdəki xəmirlə bura təmizləyirəm. Bərəkətdir, bunu tullamaq olmaz. Bilirsiniz. Bilmirəm, səsim necə düşəcək bugün. İstəyirəm videomu çəkə-çəkə səs də yazılsın. Daha sonra ikinci dəfə oturub mən onu səsləndirməyim. Əgər yaxşı olunsa həmişə belə edəcəm, amma inanmıram ki, bu sizin xoşunuza gələcək. Hərçənd belə olanda daha yaxşı olur. Bütün hərəkətləri elədiyim zaman danışdığım sizə başa salmaq daha asan olur. Baxın, artıq xəmir hazırdır, mən bunu qoyuram bura. Hələ də o qədər yapışmır. Bunun üstünə indi bir salafran örtəcəyəm, qoyacağım qalsın. Qabımızın qırağını da təmizləyib, səliqəli olsun. Masamızı da təmizləyib.
Bilmirəm sizdə necə. Mən əlimi yumasam və masanı o dəqiqə yığışdırmasam hesab edirəm ki, bu iş düzgün deyil. Bu da belə çıraqçılıq eləməyə. Gələndə bu streci alma pulunuz çatacaq, görürsən. Bu bahalaşmalarla. Allah bilir, o da ne şey olacaq. Qoyuram qalsın. Xəmir nə qədər qalmalıdır? 1 saat, 20 dəqiqə, 1 saat, 1 saat yarım. O baxır xəmirə, una, suya, yumurtaya. Və hələlik sizinlə gözləməyə keçirik. Əlbəttə, videoda bu biraz tez olacaq. Mən 1 saat gedib başqa işlərimi görüb gələcəyəm. Daha sonra salıb arxasını çəkəcəyəm. Gözləyək. Mən getdim, gəldim. Və qərarı aldım ki, indi bu hissəni səsini yazmayım. Daha sonra səsləndirim. Unumuzu götürürük, masamızın üstünə səpirik. Bolluca un səpirik, çünki xəmirimizin yəqin ki yumşalıb və yapışa bilər masaya. Baxın necə gəlib. Çox gözəl gəlib. Qabımız doludur, yumşaqdır, xəmirdir. Şıppıltı ilə qabdan çıxdı. Nə qaba yapışdı, nə bir şey. Heç bunu gündələməyəcəyəm. Elə beləcə yayacağım masanın üstünə. Yumuşaq bir xəmirdir. Ətri çox gözəldir. Və indi deyəcəksiniz, nə qalınlıqda olmalıdır bu? Bu 1 cm qalınlığında olmalıdır. Ona görə mən indi oxlov götürəcəyim və bunu bir azacıq yayacağım. Oxlov deyəndə o mərdanəni götürəcəyim. Bir azacıq yayım ki, həm içindən qaz çıxsın, həm də nazilsin. Çünki əlimlə barmaqlarımın yeri qalır. O qızaranda o yeri aramızda görünəcək. Bizə isə üstü belə hamar bir xəmir lazımdır. Ona görə oxla ilə bir balaca yayıram. Daha doğrusu mərdanə ilə. Üstü də hamar olsun. Amma yumuşaq xəmir olduğu üçün görürsünüz, hələ onun qırağı da bir damcı var. 1 cm qalınlığında qıraq alındı. Çalışın hər tərəfdən hündürlüyü eyni olsun ki, sonra kəsəndə, qızardanda həndir-hündür olmasın da qıraqlar. Biraz altını unlayın ki, kəsəndə rahat kəsilsin, həm də götürüb qoyanda daha masaya yapışmasın. Yenə də barmaqlarımın yeri qaldı və mən onları hamarlayıram. İndi əsas məsələ bunu kəsməkdir. Əlbəttə, əgər sizdə forma varsa, çox gözəl, formadan istifadə edərsiniz. Mən isə stəkandan istifadə edəcəyəm. Və çalışın ki, stəkanın hər tərəfi xəmirin içində olsun. Yəni, qıraqdan boş yerə düşməsin. Girdəliyini pozmayaq da. Necə dairə alınırsa düzgün alınsın da. Yəni, kəsik-küsük olmasın qıraq. Çünki necə kəssəniz, elə də qızardacaqsınız. Onun bəzəyi itməsin. Hərçənd qarnımıza gedəndə fərqi yoxdur. İstəyir süskünc kəsin, istəyir 4 küncü, istəyir ortasında deşik olsun, istəyir olmasın, onsuz da bu yeyiləcək. Baxın, beləcə kəsdik və indi taxtanın üstünə yığıram. Yağ tavaya tökəcəyim o qızışınca, bu da burada qalacaq. Nə bilim, 5 dəqiqə olar, 3 dəqiqə olar, 2 dəqiqə olar, fərq etməz. Çünki xəmir o qədər də necə deyim, ərkön xəmir deyil, çox rahatlıqla qızaranda köpürəcək, qalxacaq. Amma görürsünüz, bu dairələri biraz geniş, bir azacıq, heç olmasa hər tərəfdən 1 mm, ortasını da əksinə kiçik eləsəydik, daha gözəl alınardı. Amma məndə sözün düzündən elə bir qab yox idi əlimdə. Çünki forma almanın mənasını görmürəm. Tutaq ki, aldım. Bir dəfə pişirəcəyəm, 2 dəfə pişirəcəyəm ildə. Yenə də atılıb qalacaqam. Kiçik formam var, kiçik eləmək istəmədim. Çox qəşəng görükmür.
İrisi yaxşı görünür, gözə xitab eləyir belə. Deyir, gəl məni ye. Bir qab götürürük, içinə mətbəx dəsmalı salfetkadan qoyuruq və yoxlayırıq. Yağımız artıq qızıb. Necə yoxlayırıq? Çöpü götürürsünüz, yağa batırırsınız. Əgər oradan hava qabarcıqları çıxırsa, deməli yağınız hazırdır. Və ya taxta qaşığın arxa hissəsini yenə də yağa batırırsınız. Əgər qabarcıqlar varsa, deməli yağınız hazırdır. Və bir götürürük xəmirlərimizi, qoyuruq yağın içinə, başlayırıq qızartmağa. Burada biraz diqqətli olun. Birincisi, əlinizi yandırmayın, əsası olur. İkincisi də çox güclü eləməyin qazınızı və ya elektrik sobasıdırsa elektriki. Nəyə görə? Tez qızarıb, içi çiğ qala bilər. Yəni, üzü qızarar, içi qalar çiğ. Bu da ki, kimə lazımdır? Yavaş-yavaş qızarsa, o həm bu tərəfdən, həm o tərəfdən çevirəcəksiniz, hər tərəfi qəşəngcə qızaracaq. Yağı bol götürürük. Haradasa bu tavaya bir yarım litrdən çox yağ gedib. Yağı bir azacıq əlbəttə canına da çəkəcək, amma salfetkaya da gedəcək yağ. Salfetka elə bir o yağı bundan çəkir çıxardır. Və yavaş-yavaş görürsünüz, mən gərək bura 4 dənə ataydım, 5 attım, yeri oldu darız, qal. Nəzər almadım ki, bu tava biraz balaca olar buna. Neysə, gələn dəfə 4 dənə salacağım. İndi isə gözləyirəm, qızarsın. Artıq bir tərəfi qızardı birinin, mən onu çevirdim və bir hamısını çevirəcəyəm. Görürsünüz nə qədər dardır bunlara. Çox gözəl də qızarırlar. Biz də bunu yiyəcəyik və kökələcəyik. Çox alınmır. 20 dənə alınır, sözün düzü. O reseptdən. Balaca ortaları da var hələ. Onları təzədən əzişdirib şeyləmədim. Dedim, nə olsun, qoy balaca ponçiklər olsun da. O daha yaxşı. Bir dənə belə ponçik götürüb yeməkdənsə, bir dənə balacasını yeyirsən, o qədər də çəkin artmır. Və bir bunların hamısını atıram tavaya, qızardıram və yığıram setkanın üstünə. Setkanın üstündə bunlar soymalıdır. Həm də sonra setkanın üstündə bunlara istəyirsiniz şokolad, istəyirsiniz şəkər kirşanı, indi nə istəsəz ondan bunları bəzəyə bilərsiniz. Mən isə indi görəcəksiniz şəkər kirşanından glazur hazırlayacağım. Burada həm ağ şokoladdan istifadə edə bilərsiniz, həm qara. Baxın, indi mən 30 qram qara şokolad götürdüm. Onu qoyuram mikrodalğa peçimə, sobama 30 saniyə. Və bir azacıq süd qızdıracağım. Hardasa bir 40-50 millilitr süd lazımdır və ya qaymaq lazımdır. Başqa bir qaba isə 3 xörək qaşığı şəkər kirşanım var. Onun bir qaşığını götürüb qoyacağım üstündən səpməyə. 2 qaşığına isə yarım qaşıq su əlavə edib qarışdıracağım. İstəmirəm ki, mənim ponçiklarım belə, necə deyim, quru olsun üstü. İstəyirəm belə işıldayan, sulu belə olsun. Dişləyəndə belə ləzzət versin adama. Xırt-xırt o şəkərin dişimin altında qalmasını istəmirəm. Ona görə bunu o qədər qarışdırıram ki, bu özləşsin su ilə şəkər kirşanı bir yerdə. Və nə buna yumurtanın ağını qatdım, nə də ağ şokoladla elədim. Çünki hesab eləyirəm ki, burada onsuz da yağ da çoxdur, xəmiri də var. Yəni ki, ağır sayılır bu. Çox yağlıdır, kalorisi çoxdur. Ona görə bir balaca üstündən bəzək verəcəyəm. Şəkər kirşanını belə qaşıqla da sürtmək olar üstünə. Yəni, hazırladığımız glazuru qaşıqla da sürtmək olar üstünə. Kirşanı biraz çox töksəniz, əlbəttə rəngi belə ağımtıl olacaq.
başqa rəng də qatmaq istəmədim. Bir hissəsinə çuğundurun suyunun rəngini qatacağım, çəhrayı olacaq. Amma sarı, ağ rəng qatmaq istəmədim mən bunlara. İstəyirəm belə baxın. Görürsünüz, onun üstündən bəzəkli orada belə şəkər var, ondan səpəcəyəm və salam. Bir batırırsınız üzünü, çıxardıb qoyursunuz. Bunu fırçayla, qaşıqla sürtmək lazım deyil. Onda qəşəng alınmır. Get-gedə o ağ rəng də hesab edin ki, itəcək. Elə bil ki, necə deyim sizə. Bunun üstündən biraz kirşan səpə bilərsiniz. Amma yenə də deyirəm, yəqin ki, istəməzsiniz ki, dişinizin altında o hiss olunsun. Baxın, belə rəngli bəzəklər var. Onlardan belə səpin üstünə və kifayət eləyir. Uşaqların çox xoşuna gəlir. Həm də şəkəri nə qədər az olsa, o qədər hesab edirəm, yaxşıdır. Hərçəndə bunun içində şəkər var. Fikir verdinizsə, əvvəlcədən mən hazırlayanda oradan bir qaşıq şəkərini əskik eləmişdim. Onu da bu şəkər kirşanı nəzərə aldım. Çünki niyə çox olsun axı? Şəkər ziyandır. Bu da belə, bunu belə səpdik. İndi qalanlarına keçək. Dediyim kimi, qalanına mən çuğundurun suyundan tökdüm və bir neçə dənəsində belə çəhrayı rəng elədim. Və yenə də bura biraz bəzəkdən səpirəm. Siz istəsəz bura əlbəttə yumurtanın ağını çalıb ona şəkər qatıb eləyə bilərsiniz. Çox gözəl olur. Necə icing eləmişdi ya. O cürə intihası duru olsun, tamamilə duru olsun. Yaxşı görünür, pis olmur. Amma quruyanda xırtıllayacaq. Bu belə. İndi qaldı şokoladla, bir də şəkər kirşanı ilə. Şəkər kirşanı ilə lap asan üstündən səpəcəyəm. Vəssalam, can qutaran bir şeydir. Yəni istəsəniz heç bir şey eləmirsiniz, ancaq şəkər kirşanı səpirsiniz üstündən və görün, çox gözəl, həm də rahat bir ponçik alınır. Bunlar əvvəllər də biz yeyərdik. Yəni isə mənim nəvəm eləyəcək. Годы практики просмотра видео, на которых А куда класть? Давай, клади сюда. Это некрасивые. Красивые было. Некрасивые. Еще. Еще? Еще. Еще вот можно взять отсюда, стряхнуть. Вы этого не видели? Ну, я могу. Макай. Уже мало осталось. Ну, а теперь вот эти. Макай, моя фотография. Все, это моя профессия. Макатель. Макатель, вот сюда. Типа цветочки были. Не получились цветочки. Нет, штук. Baxın belə.
Artıq bizim donatlarımız hazırdır və sizi süfrəyə dəvət eləyərdik, əgər yaxında olsaydınız. Hələlik isə sizlə xudahafizləşirəm. Hazırlayın, çətin deyil, ləzzətlidir. Biraz ucuz başa gəlsin istəyirsiniz, şokolad eləməyin. Qalanları isə mənə elə gəlir ki, hamısını siz də tapa bilərsiniz, eləyə bilərsiniz və bunu hardasa bayırda görəndə, uşaqlarınız istəyəndə gəlib evdə etsəniz, sizə bir 10 qat ucuzuna başa gələcək. Hələlik isə sizlə xudahafizləşirəm. Bağrıma basıram hər birinizi, can sağlığı arzulayıram, uzun ömür arzulayıram. Yenə də sizi gözləyəcəyəm. Videoları mütləq bölüşün. İstəyirəm ki, hamı bacarsın, hamı bir şey eləsin evdə uşaqları üçün. Uşaqlar boynu bükük gəzməsin. Bu mənim üçün ən ağrılı bir şeydir. Hələlik isə sağ olun. Xudahafiz. Sizi yenə gözləyəcəyəm.